başlayaq lap sıfırdan, elə lap vektorlardan. Burada bəzi hissələr var ki, onu tür testlərin üstündə sadəcə göstərmək məqsədi ilə açdım. Çünki buradakı suallar daha genişdir ona görə. İlk onu deyək ki, bir cismə sağ tərəfə bir qüvvə tətbiq olunsa, o cisim hansı istiqamətdə hərəkət edər? Həməldir. Sağ tərəfə hərəkət edər. Bəs eyni qüvvə sol tərəfə də tətbiq olunsa, deyək ki, bax bu da F-dir, bu da F-dir. Şunədir. Bəli, bir-birinə bərabərdirsə. Bəs yaxşı, indi F, məsələn, deyək ki, biri 8 Newtondur, biri də 3 Newtondur. Onda nə edəcəyik? Aha. Onda belə bir sual yaranır. Deyir ki, iki dənə qüvvə, ən böyük iki qüvvə tətbiq olunur cismə. Cismə iki qüvvə tətbiq olunanda ən böyük qüvvəni nə zaman alır? Bir deyəcəyik ki, məsələn, şərtlərə baxırıq. Bəli. Biz eyni istiqamətdə. Sonra məsələn dərəcə ilə soruşa bilər, hansı dərəcədə? Baxın, eyni istiqamətə gedəndə deyək ki, hər ikisi eyni istiqamətə gedir. Aradakı dərəcəni nə götürəcəyik? Üst-üstə düşmüş. Bəli. Onda deyirik ki, 0 dərəcədə maks qiymət alır. Yəni ən böyük qiyməti alır. Sonra bəs ən kiçik qiyməti nə zaman alır? Bəli. Ən kiçik istiqamətdə olur ki, onda da 180 olur. Bəli. Məsələn, iki qüvvə götürürük. Biri 7-dir, biri də deyək ki, 6-dır. Bu qüvvələr, bu iki qüvvənin əvəzləyicisi hansı intervalda ola bilər? Hansı intervalda ola bilər? Yox. Hansı intervalda olur deyirsə, deməli 7-dən 6-nı çıxırıq 1, 7 ilə də 6-nı toplayırıq 13. Vəssalam. 1 və 13-ün arasında yerləşəcək. Bax bu intervalda yerləşə bilər. Sonra xüsusi hallar var ki, dərəcələr. Aha, o da ola bilər, bəli. Hə, nisbətini soruşar, fərqini soruşar, cəmini soruşar. Yəni onu bildiniz kifayətdir. İndi bəzi dərəcələr var, xüsusi hallar var ki, gəlin o xüsusi hallara da baxaq. İndi sual əsnasında daha rahat baxacağıq. Mən bunları düzdür, kosinuslar teoremi ilə bilirsiniz, onunla girirsiniz. Çalışaq kosinussuz mümkün olan variantları deyək. Məsələn, hansıdır deyək ki, biri. Bəli. Bəli, sonuncudur müəllimə. Elə burada iştirak eləsəz, bir də qayda özünüzü yormayın. İştirak eləyənlər qayda baxmayın. Çünki son gündə istəyirəm biraz istirahət eləyəsiniz. Hə, getsə narahat olmayın. Fayda alıram. Narahat olmayın müəllimə. Baxın müəllimlər, indi iki dənə eyni qüvvə var. Hər ikisi məsələn F-dir. Və arada dərəcə 90-dırsa, düzdür, bunu Pifaqorla da girə bilirik. Yəni bəzilərini formal olaraq əzbərləyək ki, bizə zaman itkisi olmasın. Əgər arada 90 dərəcədir və qüvvələr bir-birinə bərabərdirsə, nəticə mütləq şəkildə F kök 2 olacaq. Sonra deyək ki, aradakı dərəcə 60 dərəcədir və yenə qüvvələr bir-birlərinə bərabərdirsə, bunda artıq F kökdə 3 olacaq. Yəni yenə də kosinuslara əziyyət çəkib girməyəcəyik və ən maraqlı dərəcəmiz 120 dərəcədə nə baş verəcək? F-in özünü götürəcəyik. Bəli, F-in bir dənə özünü götürəcəyik. F-in özünəcə bərabər olacaq. Biraz gəlin sürətli şəkildə bir-iki dənə də sualın üstündə göstərim ki, növbəti dərsə mövzuya keçək. Baxın, məsələn, birinci suala diqqət eləyin. Mən təmizləyənə qədər. Baxıram ki, 3 və 6 sağ tərəfə gedir. 4 isə sol tərəfə gedir. Sağa eyni gedənləri toplayıram, 9 eləyir. 9-dan da 4-ün çıxıram, 5 qalır. İkinci suala baxıram. Hər ikisinin qiyməti 5-dir və dərəcə 90-dırsa nə edəcək? 5-i vuracam kökdə 2-yə. Vəssalam. Aha, 60-da hər ikisi 8-dir. 60-da nə edirdik? Kök 3-ə vururduq. Aha. 60 olan kimi kök 3-ə vururuq. Sonra 120-yə baxırıq. 120-də nə edirdik? Ədədin özünü çıxardırıq, birini. Yəni bir dənə ortadan çıxacaq və ona. İstiqamət də mütləqdir, istiqamətə də fikir verin, çünki ola bilər bəzən istiqaməti də soruşur. Məsələn 5-ə baxaq. Bu durumda nə edirik? Əks istiqamətdə olanları birinci əliyirik. 10-dan 6-nı çıxırıq. 4 qalır. Baxın mənlər, həmişə 4, 3, 4 tərəfi bizə nə verirdi müəllimə? Bəli, 3, 4 tərəfi bizə 5 verirdi. 6, 8 bizə 10 verirdi. Bax, bunları da formal olaraq əzbərləyin. Hər dəfə Pifaqora girməyək. Aha, 3, 4 varsa, deməli əvəzləyicimiz 5 olacaq. Bu hər zaman keçərlidir. Davam eləyək. Baxın, burada açıq dərəcə 180-dirsə, 30 buradadırsa, 90 da buradadırsa, bax bu araya nə qaldı? 60 qaldı. 60-ın hansı özəlliyi var idi? Birini götürüb kök 3-ə vururduq. 2 kök 3, vururam digər kök
3-dsə, bu 3-ləri bir-birinə vuranda onsuz da salamat 3 çıxır. 2 vurulsun 3-dən də 6 eləyir. Bu belə. İndi gəlin davam eləyək. Baxın, 6-nı biz nə edirik? Tən ortadan çıxartdıq. Baxın, tən ortadan. Elədi nə? 6. Bunlar artıq silindi. İndi baxıram, burada bir 90 dərəcə var. Burada da 60 dərəcənin tən ortasından çıxartdıq deyə 30 dərəcə qaldı. 30 və 90 toplayanda mənə verəcək 120. 120-də də 6-nın özü çıxacaq. Sonra məsələn, bunları artıq bildiniz, istəmirəm təkrarçılıq olsun ki, digər mövzulara da vaxtımız qalsın. Bir hər ehtimala qarşı buna da baxaq. Baxın, əks tərəf olanları çıxırıq. 30-dan 20-ni çıxacam, yuxarıya doğru 10 qalacaq. 20-dən də 10-u çıxacam, burada 10 qalacaq. Düzdür? Hər iki tərəf 10 oldu. Aradakı dərəcə də 90 oldusa, nəticə olacaq 10 kök 2. Biraz sürətli şəkildə işləməyin məqsədi odur ki, vaxtda biraz daha çox suala baxa bilək. Sonra biraz istiqamətlə olan hissələrinə baxaq. Mən də biraz 2 dəqiqə. Çay məsələlərinə baxaqmı, yoxsa keçəkmi? Vaxt azdır. Baxaq. Hərəsinə bir dənəsinə baxaq heç olmasa. Bax, bu formada çay məsələləri olur. Məsələn, deyək ki, bax, çayın sürətini mənə 2 dama veribdir. Bu da üzgüçünün sürətidir. İndi çayın sürəti bunu hansı tərəf aparır? Sağa tərəf. Deməli, bunu 2 dama sağa sürüşdürəcəm. Sürüşdürdüm, gəldim, burada bir nöqtə qeyd elədim. İndi başlanğıcdan və bu nöqtədən bir düz xətt keçirtməliyəm. Elə bir düz xətt ki, bunun hər ikisindən keçsin. Harda dayandı? N nöqtəsində. Deməli, qarşı tərəfdə N nöqtəsində çıxacaq. Məsələn, 4-cü suala baxaq. Baxın, çayın sürətini mənə nə verib? 2 verib. Üzgüçünün sürətini mənə nə verib? 6 verib. Şəkildə deməli bu aradakı məsafəni mənə 50 saniyə zamanı mənə 50 veribsə, məsafəni necə taparıq? Baxıram ki, hər ikisi eyni istiqamətə gedir. Ona görə sürətlər toplanır. Bəli, sürətlər toplanır. Səsi bağlayaq zəhmət olmasa. Aha. Burada isə qarşı tərəf olur. Çayda qarşı tərəfdə olanda sürətlər çıxılırdı. Ondan üçün çıxıram 7 qalır. Mənə bu səfər yolu veribsə, indi nə edirəm? Yolu 7-yə vururam zamanı tapmaq üçün. Aha. Sonra biraz çətinlərə artıq girməyə zaman itkisi olmasın. Əsas məsələlər. Aha. Girdi indi bu konum zaman deyəndə ki, koordinat zaman kimi düşünün də bizdə. Yol zaman üçün də bəzi şeylər burada keçərlidir. İndi ona baxaq məndə. Baxın, bu təpə nöqtəsini harda görsəz, yol zamandan söhbət gedir. Təpə nöqtəsini harda görsəz, orada nə baş verir? Sürət bərabər olur 0. Aha. Bir də burada bəzi düsturları yazım. İndi ondan istifadə edəcəyik. Bax, burada yol düsturları təcilli hərəkətdə yolun V0-AT kvadratından əlavə digər 2 düsturunu da yazım ki, bunu göz ardı eləməyin əslində. Aha. Bəli, bunu mütləq bunları da eləyək. Çünki bunlardan çox istifadə. Çalışaq ki, bu düsturlardan da istifadə eləyək. Bəzən olur ki, daha can qutarıcı olur. Məsələn, burada hansı var idi? V üstə gəlsin V0 idi, bölünsün 2, vurulsun T idi. Aha, bax bu düsturlar bizə lazım olacaq. Aha. İndi baxıram ki, bax mən bu təpə nöqtəsini harda görsəz, yol zaman qrafikində müəllimlər. Bilin ki, orada sürət 0-a bərabərdir. Və sürət nə zaman 0-a bərabər olsa, bax bu cümləyə diqqət edin. Sürətin 0-a bərabər olması hərəkətin istiqamətinin dəyişməsi deməkdir. Sürət 0-a bərabər olanda hərəkət istiqamətini dəyişir. Onda mən 2 sual meydana çıxa bilər. Mən 2 formada soruşa bilər. Məsələn, deyər ki, hərəkət nə zaman istiqamətini dəyişib? Deyirsiniz ki, 10-cu saniyədə. Deyər ki, sürət nə zaman 0 olub? 10-cu saniyə. Yəni onsuz da onlar ikisi eyni anlayışlardır. Hərəkət 0-a bərabər olduğu üçün. Saniyə. Baxın. Aha. Baxın, buradan yeyinləşən hərəkət edir. Görürsüz, T-dən uzaqlaşır. Burada yavaşlayan hərəkət edir. Bəli. Bəli, burada artıq yenə yeyinləşir. Baxın, gətirib mərkəzə gətirəndən sonra burada da yenə də nə edir? Yavaşlayır. İndi sadəcə istəyirəm ki, önəmli hissələrə toxunum. Məsələn, desək ki, mənə 10-cu saniyədəki sürəti tap, misal üçün deyək ki. Və yaxud da 5-ci saniyədəki sürəti tap. Bax, bu düsturlardan istifadə edib tapsaz daha rahat olar. Gözləyim bir dəqiqə. Sonra bunları təmiz bitirək, keçirdək. Məsələn, 3-cü sualda hansı zaman anında hərəkət istiqamətini dəyişmişdir?
Aha, ona diqqət eləyin. Sonra bax belə bir sual var. Bax bundan bizdə blokda da düşüb bir neçə dəfə. Səhv eləmirəmsə miqdə də düşüb. Bax buna da diqqət eləyək. Bax belə qrafiklər verir. Ola bilər ki, bunun əvəzinə müəllimlər tənlik verər. Qrafik verməz. İndi tənliyə də toxunacağam. Və bizdən soruşar ki, nə zaman mütləq şəkildə başlanğıc sürət var və yaxud da bir başlanğıc sürət ola da bilər, olmaya da bir hərəkətdə. Məsələn, ilk gəlin bax bu K-ya baxaq. K yeniləşən hərəkətdir, düzdürmü? Baxın. Yeniləşən hərəkətdə başlanğıc sürət ola da bilər, olmaya da. Yeniləşən nə demək? Sürətin artması deməkdir. Məsələn, sürət 5-dən başlayar, 60-a qədər artar. Və yaxud da sürət 0-dan başlayar, artar. Heç bir problem yoxdur. Ola da bilər, olmaya da. İndi elə baxaq. El necə hərəkətdir? Düz xətli bərabər sürətli. Düz xətli bərabər sürətli o deməkdir ki, yəni elə bir sürət var və dəyişmir də. Yəni orada mütləq şəkildə bir başlanğıc sürət lazımdır da bizə. Əgər sürəti 0 götürsək, onda necə olacaq ki, olmayacaq, hərəkət orada mövcud olmaz. Deməli, düz xətli bərabər sürətlidə başlanğıc sürət mütləq şəkildə olmalıdır ki, sonra da heç o dəyişmir. Sonra, indi gəlirəm yavaşlayan hərəkətə. Yavaşlayan hərəkət olması üçün də mənə bir sürət lazımdır ki, onu yavaşladım. Məsələn, sürət 60 oldu, mən onu yavaşlatdıq, elədik 30, 10, 20, 0. Əgər sürət 0-dırsa, onu necə yavaşlada bilərik? O onsuz da 0-dır da. Yəni bax bu 3 dənə hərəkətə diqqət eləyin. Yeganə hərəkət yeniləşən hərəkətdir ki, orada başlanğıc sürəti ola da bilər, olmaya da bilər. Digər iki hərəkətdə mütləqdir ki, başlanğıc sürət olsun. Məsələn, bax bu hərəkətdə desəm ki, nə zaman hərəkət istiqamətini dəyişib. Götürüb bax bu kəsişməni götürməyin heç vaxt. Çünki bu konum zamandır. Burada ancaq təpə nöqtəsinə baxacağıq. İndi sürətə də gələcəyik, onu da göstərəcəm. Sonra baxın burada yoldur. Konumdur daha doğrusu. Zaman var, konum var. Deyir ki, 5 saniyədəki sürətini. Baxın, doğrusal bir yol. Durğun sözünü harda bizdə durğun deməyəcək də. Hərəkətsiz deyəcək, sükunətdən deyəcək. Sükunətdən deyəndə müəllim o dəqiqə yadınıza salın ki, bu hərəkətdə başlanğıc sürəti yoxdur. Sükunətdən hərəkətə başladısa, deməli başlanğıc sürəti 0-a bərabərdir. İndi sükunətdən hərəkətə başlayıbsa, deməli V0 bərabərdir 0-a. S nəyə bərabərdir? S bərabərdir 10-dan 60-a gəlibsə, deməli S-in yerinə biz 50 qoyacağıq. Zamanı mənə verib T bərabərdir 5. Və burada məndən son sürəti soruşur. Burada hansı düsturdan istifadə edə bilərik? Bayaqki düsturlardan. Baxın indi bundan istifadə edə bilərikmi? V üstə gəlsin V0 bölünsün 2 vurulsun T. Aha, gördünüz? Çünki burada təcil yoxdur və biz də əlavə zaman itirib təcil axtarmayaq. Elə bu düsturlarda tapaq. Gördünüzmü? Yəni bu düsturları ona görə dedim, diqqət eləyin ki, bir dənə düsturu tutub ondan getməyin. Yerinə görə dəyişə bilsin. Sonra burada bir də gözlüyün sürəti də tapım, sonra başqa da toxunacağım məqamlar var. Məsələn, orta sürət anlayışı. Orta sürətin bir neçə formalı düsturları var, ancaq hamısını daha çox məsləhət görərdim ki, elə bir dənə ana düsturu götürün. V orta bərabərdir. S ümumi bölünsün T ümumi və salam. Digərləri unudun. Bütün variantları da buradan çıxarsaz daha rahat olar. Məsələn, bu hərəkətlərdə orta sürətləri müqayisə elədik. S-in yerinə mən X qoysam, T-nin də yerinə, zamanın da yerinə elə T qoyuram. X bölünsün T. Digərində də yenə gedilən ümumi yol X-dir, bölünsün T-dir. Baxıram ki, hamısında ümumi yol və ümumi zaman eyni olduğu üçün orta sürətləri də bərabər götürürəm. Yəni burada sizi yanıltmasın ki, bu yeniləşəndirmi, yoxsa yavaşyandırmı? Aha, ayrıca ona da gələcəm müəllimə. Baxaq, birinci suala baxaq məsələn. Burada artıq bir də sual verdilər müəllimə. Sual var əlimizdə. Sualda mütləq fikir veririk qrafikin formasına. İlk suala keçməmişdən öncə mütləq qrafiki incələyin, sonra suala keçin. Baxın görün ki, bu nəyin qrafikidir. Baxıram ki, bu sürət zaman qrafikidir. İndi ola bilər dili yaxşı bilməzsiniz. Bu sürət zaman qrafikidir. Aha, yox, indi ora baxırıq. Baxın, bayaqki qrafiklə bunun fərqi nədir? Bayaq, yəni yol zaman qrafikində sürət nə zaman 0 olurdu? Təpə nöqtəsində, çuxurlarda bax bu. Ancaq sürət zaman qrafikində T oxunu kəsəndə. Aha. Baxın, hətta belə də görmək olur. Bax, 0-ın üstündədir sürət, görürsünüz? Aha. İndi mən sizdən sorursam ki, hərəkət istiqamətini nə zaman dəyişib və yaxud da nə zaman 0 olubdu, onsuz da eyni anlayışlardır. Siz T oxunu kəsməyə baxacaqsınız. Məsələn, burada soruşaram ki, neçə dəfə istiqamətini dəyişib? Bircə dəfə.
Bu digərini də saymırıq. Niyə? Çünki kəsib keçməyibsə, saymırıq onu. Aha. Bax, indi müəllimə bayaqlarım dedi ki, yol yer dəyişmə söhbətini. Bax, belə qrafiklər verər bizə və deyər ki, yol yer dəyişmə. Bax, müəllimlər, əgər qrafik T oxundan bir tərəfdədirsə, məsələn, deyək ki, bax, yuxarıdadır, aşağını biz görməzdən gələk bizə dəqiqə. Mən aşağını bağlayayım. Aha, baxın. Baxın, bax burada məndən gedilən yol soruşsa nə edəcəm? Fiqurun sahəsini tapacam, düzdür? Bəs yer dəyişmədirsə nə edəcəm? Yenə fiqurun sahəsini tapacam. Onda yol və yer dəyişmə mütləq bir-birlərinə nə olacaq? Bərabər olacaq. Və yaxud da ki, indi bunu açaq. İndi yuxarını bağladıq, deyək ki. Yuxarı bağladı, yuxarını görməzdən gəlin, düzdür? İndi onda da, yəni ancaq T oxundan aşağıda bir hissədədirsə, yol və yer dəyişmə bir-birinə bərabər olacaq. Bəs yaxşı, T oxunu kəsibsə, hansı ki, hərəkət istiqamətini dəyişib, onda nə olacaq? Baxın, yuxarıdakı fiqurun sahəsini tapıram. Baxın, yuxarıdakı fiqurun sahəsini tapıram. Yuxarıdakı fiqurun sahəsindən x tapdım. Aşağıdakı fiqurun sahəsində y tapdımsa. Misal üçün deyirəm təbii ki. Əgər yolu bizdən soruşursa müəllimlər, fiqurların sahəsini toplayacam. Əgər yer dəyişməni bizdən soruşsa, fiqurların sahəsini çıxacam. Bəs hansından hansını çıxacam? Hansından hansı? Böyük olandan kiçik olan, məsələn. Aha. Yəni indi mən sual versəm ki, bu hərəkətdə yol böyük olar, yoxsa yer dəyişmə nə deyərsiniz? Bəli, çünki artıq T oxunu kəsibsə mütləqdir ki, yol böyük olsun. Sonra burada bir neçə sual meydana çıxar. Məsələn, ilk yenə də baxırıq. Nəyin qrafikidir? Sürətin qrafikidir. Məsələn, deyək ki, sürət nə zaman sıfır oldu? Neçə dəfə hərəkət istiqamətini dəyişib? 2 dəfə. Bir 20-də, bir də 5-də. Aha. İndi mən burada sizə soruşaram ki, yol böyük olar, yer dəyişmə nə deyərsiniz? Yox. Yer dəyişmə heç zaman böyük ola bilmir. Yol dəyişmə heç vaxt böyük ola bilmir. Yer dəyişmə böyük ola bilmir. Yol böyük ola bilər maksimum. Aha. Bəli. Əgər T oxunu kəsibsə, deməli yol böyükdür mütləq şəkildə yer dəyişmədən. Ya böyük Baxın, yer dəyişməni əslində belə şəklə baxanda hesabsız, kitabsız da bilmək olur ki, yer dəyişmə sıfıra gedəcək onsuz da. Niyə? Baxın, bu fiqurun sahəsi ilə bu fiqurun sahəsi bir-birinə bərabərdir. Yox, sıfıra getməyəcək, burada yer var. Bizə dəqiqə. Baxın, gəlin elə yolu da tapaq ayrı-ayrılıqda, yer dəyişməni də tapaq. Bir-bir həll eləyək, yuxarıdan başlayaq. Bax, məsələn, burada bir üçbucaq var, balaca mənbər. Burada 5-i vuracam 10-a, böləcəm 2-yə, 25. Bax, bu yuxarıdakı fiqurun sahəsini 25 tapdım. Keçirəm, bax, digərinə, yuxarını hesablayaq, sonra keçək aşağı. Bu birisi yuxarını da. Yenə də 10 buradadır, 5 buradadır. Bu da olacaq 25. Düzdür? İndi gəlin aşağıdakı fiqurlara baxaq. Aşağıdakı fiqurda da, baxın, elə burada da 25 olacaq. Bu da 25 olacaq. Elə toplayaq, bunu da 50 eləyək. İndi bir də qaldı bu aradakı 5 buradan, 10 buradan, 50 də burada olacaq. Düzdür? Əgər məndən yolu soruşsa, bunların hamısını toplayaram. 50 buradan, 50 buradan, 150 deyərəm sizə. Ancaq məndən yer dəyişməni soruşsa, bu mənfi tərəfdəkilər 100-dür, müsbət tərəfdəkilər 50-dir. 100-dən 50-ni çıxaram, deyərəm ki, 50. Yaxşımı? İndi burada məsələn soruşsam ki, yol böyükdür yoxsa yer dəyişmə, deyəsiniz ki, yol böyükdür mütləq şəkildə, çünki T oxunu kəsibdir. Məsələn, burada 4-cü sualda. Bəli, ancaq bəli. İndi onu tənlikdə də göstərəcəm sizə. Bax, məsələn, bu sualda sizcə yol böyük olar yoxsa yer dəyişmə? Bir-birlərinə bərabərdir müəllimlər. Niyə? Çünki baxın, T oxunu kəsməyiblər. Demək ki, bir-birinə bərabərdir. T oxunu kəsməyibsə, elə bax bu fiqurun sahəsi mənə həm yolu verə biləcək, həm yer dəyişməni. Məsələn, soruşa bilərəm ki, burada hərəkət neçə dəfə istiqamətini dəyişibdir? Deyərsiniz dəyişməyib. Çünki T oxunu kəsməyib. Bəli, kəsməyibsə də deməli dəyişməyibdir. Sonra 2 dənə bax belə cisim verə bilər və onlar arasındakı məsafəni soruşarsa əgər, onda bax bu arada qalan fiqurun sahəsinə baxacam. İkisinin arasında qalan fiqurun sahəsi onların arasındakı yolu verəcək mənə. İndi davam eləyək, biraz da tənliyə baxaq burada. Biraz da tənlikdə məlumat verim. Yəqin ki, bilənlər bilir, yəni hər ehtimala qarşı bilməyən müəllimlər üçün deyək ki, baxın, tək T-nin yanında hər zaman nə olurdu? Tək T-nin
Təkcə T-nin yanında hər zaman V0 olurdu. Yəni başlanğıc sürət. Kvadratik T-nin yanında hər zaman təcil olurdu müəllimlər. İndi gəlin sizə bir anlayış deyim, sonra keçək. Bir şey var, deyir ki, hərəkət x oxu istiqamətindədir və yaxud da x-in əksinədir. Onu təyin eləmək üçün biz yeganə baxırıq nəyə? Sürətə. Başlanğıc sürətə. Aha. Əgər başlanğıc sürət müsbətdirsə, x oxu istiqamətindədir. Əgər başlanğıc sürət mənfidirsə, x-in əksinədir. Aha. Bu belə. Bunu təyin eləmək üçün baxdığımız yeganə şey başlanğıc sürətdir. Artıq təcil mənzil bizə maraqlı deyil. Məsələn, birinci hərəkətdə nə deyərsiniz? Hərəkət x oxundadır, yoxsa əksinədir? Bəli. Bəli, çünki təkcə t-nin qiyməti müsbətdir. İkinci hərəkətə baxsam, yenə deyərəm ki, müsbət olduğu üçün yenə x oxu istiqamətindədir. Yox, indi ora qayıdacağıq. Hələ x oxunu müəyyən eləyək sonra. Məsələn, burada təkcə t-yə baxsam mənfi olduğu üçün deyərəm əksinədir. Aha. Bax, sonra burada bax bu bizi yanıltmasın. Bu bizi yanıltmasın. Harda gəldiyi önəmli deyil. Sadəcə tək t-nin yanına baxırıq. Burada tək t varsa, deməli x-in əksinədir. Aha, indi gəlin yavaşlayan yeyinləşən olmasına baxaq. Əgər təcil və başlanğıc sürət eyni işarəlidirsə yeyinləşəndir, əksdirsə yavaşlayandır. Baxın, bir-bir mən bunu təyin eləyirəm, dinləyin. Birinci hərəkət haqqında desələr, mən 2-3 məlumat verəcəm sizə. 1. Deyəcəm ki, hərəkət x oxu istiqamətindədir. Niyə? Çünki başlanğıc sürət müsbətdir. 2. Deyəcəm ki, hərəkət yeyinləşəndir. Niyə? Çünki hər ikisi təcilində, sürətində qiyməti eynidir, işarəsi eynidir. 3. Mənə soruşsa ki, burada yol və yer dəyişmənin müqayisəsi hansı daha böyük olar? Deyəcəm ki, bir-birinə bərabər olar. Yadınızda saxlayın. Əgər işarələr eynidirsə, yeyinləşəndirsə, mütləqdir ki, orada yol və yer dəyişmə bir-birinə bərabər olsun. Ancaq əksdirsə bərabər ola da bilər, olmaya da bilər. Davam eləyək. İkinci hərəkətdə. Mən buna görə deyərəm ki, hərəkət x oxu istiqamətindədir. Ancaq buna görə deyərəm ki, hərəkət yavaşlayan hərəkətdir və yol yer dəyişmədən böyük ola bilər. Üçüncüdə, buna görə deyərəm ki, x oxu istiqamətindədir və hər ikisinin eyni olduğu üçün deyərəm ki, yeyinləşəndir. Üzrlü sayın. X oxunun əksinə və yeyinləşən. Növbətidə, buna görə deyərəm x oxunun əksinədir, buna görə deyərəm yavaşlayandır, çünki hərəkət fərqli olacaq. Sonra gəlirəm növbəti, bax bu sonunculara gələk. Burada baxıram ki, kvadratik D yoxdur. Əgər kvadratik D yoxdursa, deməli bu təcilsiz hərəkətdir, yəni bərabər sürətli hərəkətdir. Onda deyərəm ki, x oxu istiqamətində bərabər sürətli hərəkətdir. Burada isə deyərəm ki, x oxu istiqamətində bərabər sürətli hərəkət. Davam eləyək. İndi burada yol yer dəyişməyə aid bəzi suallar var əslində. Sertifikasiya üçün uyğundur mənə görə. Sonra, məsələn, bax burada müəllimlər, kəsişmə nöqtəsində yol deyir ki, cisimlər nə zaman görüşüblər? Baxın, əgər bu x və yaxud da yol zaman qrafikidirsə, bax bu kəsişməni görüşmə kimi götürə bilərik. Ancaq əgər burada sürət olsa götürə bilmərik, ona da diqqət edin. Bax, qəti orada yanıltmasın. Yalnız zaman, yol zaman, x zaman, yer dəyişmədinsə də orada x görsəz onu eləyin, görməsəz eləməyin. Məsələn, burada baxın x olduğu üçün mən deyərəm ki, burada görüşüblər, bir də burada görüşüblər. Aha, yəni x olduğu üçün deyərəm. İndi burada qəşəng yer dəyişmə sualları var. Bir dəqiqə gözləyim, mən onu açım. Aha. Baxın, burada mən soruşsam ki, sizdən bu hərəkətlərin hansı təcillidir, hansı təcilsizdir? Düzdürmü? Yəni bərabər sürətlidir. Harda məxrəc varsa, orada bərabər sürətli olmur. Onu sildik. Baxın, burada harda kvadratik T varsa, deməli təcil var, o da bərabər sürətli ola bilməz. Baxın, bərabər sürətli ola bilməz. Bərabər sürətli ola bilməz. Yeganə bərabər sürətli budur. Ona da diqqət eləyirik. Sonra təcil bərabər sürətli olmur. Yəni təcilli hərəkət olacaq. Bərabər sürətli hərəkət ola bilməz. Aha, gəlin bax buradan yolu və yer dəyişməni soruşaq. Baxın, deyək ki, A nöqtəsindən durdu, D nöqtəsinə gəldi. İndi əvvəlcə gəlin yola baxaq. Baxın, 5 metr buradan gəldi, 6 metr buradan, 11, 3 də buradan, 14. Yolu soruşsa mənə deyərəm 14-dür. Əgər yer dəyişmə soruşsa, bəs onda nə edirik? Baxın, başladığı nöqtə ilə bitdiyi nöqtəni birləşdiririk. Birləşdirəndən sonra başlayıram bunu 3 bucağa tamamlamağa müəllimlər.
Baxıram ki, bax bu üçbucağın bu tərəfinin uzunluğu bax bununla paraleldir də eyni olacaq. 6-dır. Aha. Bu 3-ü də bura köçürtsək, 8 ilə 5 ilə də 3-ü topladıq 8. Bayaq nə demişdik? 6 ilə 8 bizə 10 verirdi. Aha. İndi fikir veririk nəyə? Əgər müəllimlər, bir də ona diqqət eləyin. Adi, yəni səthi yanaşmayın. Əgər bizdən neçə dəfə deyirsə bölürük. Ora diqqət eləyin. Nə qədər deyirsə, qədər deyəndə artıq çıxırıq. Yəni ola bilər bilsəz belə diqqətsiz yanaşarsınız. Variantda ikisi də olar, çarxıb götürərsiniz. Ona diqqət eləyin ki, çarxma olmasın. Mütləq şəkildə fikir verin ona. Sonra baxın bu tipli XT qrafiklərində nə edirik? Hansı bax bu ox daha kəskindir, daha dikdirsə, orada sürət böyük olacaq müəllimlər. Hansı daha bax belə dikliyi azdırsa, oradakı sürət kiçik olacaq. Yaxşımı? Ona da diqqət edin. O dikliklə sürəti tapa bilərsiniz. Da bu yer dəyişməni bildik. Məsələn, baxın gəlin burada həm yolu tapaq, həm yer dəyişməni tapaq. Yolu tapsam, deyərəm ki, 6-dan 1-ə gəlib neçə metr getmiş olur? 5 metr getmiş olur da, yəni 6-dan 1-i çıxardan 5 qalacaq. Sonra 1-dən də 3-ə gedibsə, 3-dən 1-i çıxanda 2 də buradan getmiş olur. Ümumilikdə 5 üstə gəlib 2-dən 7 metr yol getdi. Bəs indi gəlin bunun yer dəyişməsinə baxaq. Yer dəyişmə baxın 6-dan başladı, 3-də durdusa, baxın indi davam eləyək. Bax artıq yer dəyişmə eləyəndə 3 metr götürəcəyik. 6-dan 3-ə gəldi. İndi burada nə qədər desə çıxacağıq, neçə dəfə desə böləcəyik. Hər ehtimala qarşı müəllim, inanın ki, forma bax məsələn o qaydaları bilsəz, deyək ki, məsələn bilirsiniz ki, hansı tənlikdə yol yer dəyişmədən böyük ola bilməz. Düzdür? Qaydaları bilsəz, sualın tipi nə qədər fərqli olsa da rahat işləyərsiniz. Yəni suala yanaşmanıza diqqət eləyin. Məsələn, mənə deyib ki, nə zaman bərabər, bax burada bu hərəkət bərabər yeyinləşəndir. Və sonra deyir ki, təcilin istiqamətini mənə göstər. Biz bayaq nə dedik bərabər yeyinləşəndə? Dedik ki, hər ikisi eyni işarəli olarsa. Onda belə çıxır ki, sürət hansı tərəfə gedirsə, təcil də o tərəfə gedəndə yeyinləşən olacaq. Yavaşlayan olması üçün təcil əks tərəfə getməlidir. Gördünüz, yəni eyni şeydir hamısı, sadəcə suala yanaşma tərzi var. İndi mən burada hələlik digər suallarda indi göstərəcəm sizə suala yanaşma, necə yanaşaq suala ki, səhv eləməyək. Gözləyin. Məsələn, baxın. Burada baxıram ki, sürət və təcil əks istiqamətlərdədir. Sürətin istiqaməti nədir? Sağ tərəf olanda həmişə sağ tərəfi müsbət götürürük, sol tərəfi mənfi götürürük. Sürət müsbətdirsə, sürət harda yerləşirdi? Tək T-nin yanında. Onda müəllimlər bəri başdan mənfi T-ləri silin. Bəri başdan silin ki, işiniz asan olsun. Baxın, bunlar silindi. İndi təcilin qiyməti nədir? Mənfidir. İndi təcili mənfidə axtarın. Təcilin də müsbətini silin. Yəni başdan nə isə gözünüz aldısa, tez onu eləməyə keçin birinci. Baxın, burada sürət nə zaman 0 olub? 3 nöqtəsində. İndi bax deyir hansı və yaxud da soruşa bilər hərəkət istiqamətini dəyişib, yenə də fərqi yoxdur. 3 istiqaməti götürərik. Gəlin indi biraz da. İndi bunu bitirək, çevrəyə keçək müəllimlər. Əgər vaxt bitsə, yenidən Zoom link atacağam sizə. Mən elə bilirəm ki, burada artıq əlavə heç nə ehtiyac yoxdur. Gözləyin bir dəqiqə çevrə. Gəlin çevrədə də bəzi məlumatlar verim sizə. Və buna diqqətlə dinləyin, çevrədə problem yaşamazsınız. Yəqin ki, düsturları hər kəs əzbərdən bilir. Düsturlara ehtiyac yoxdur. Bəzi qaydaları göstərəcəm eləcə. Baxın müəllimlər, indi gəlin bax burada diskdən söhbət gedir. Ən çox düşə bilən şeyləri deyim də sizə, hansı ki, miqdə də düşür, burada da düşə bilər. Aha. Diskdəki gəlin kəmiyyətlərə baxaq. Bir dənə diskə oxşamadı heç yenə də. Aha. Diskdə indi bax məsələn eyni, mərkəzi eynidir. Deyək ki, bunun radiusuna R desək, digərinin də radiusuna bir 5R desək, nə baş verəcək? Bax bu diskdə bəzi kəmiyyətlər var ki, qiymətini radiusa görə dəyişir, düz asılıdır. Bunlar hansıdır? V, A, L. Val deyək də, bunu val kimi yadınızda saxlayın elə. Bax bu val radiuslar düz asılıdır. Yəni mərkəzdən uzaqlaşdıqca qiymət böyüyür. Məsələn, bura bir A nöqtəsi.
Bura bir B nöqtəsi desək, hansının sürəti daha böyük olar? B-nin. Çünki B-nin radiusu da böyükdür. Baxın, B uzaqdır mərkəzdən. Həmçinin təcildə, həmçinin də yolda. Radius böyük olanda bunun üç kəmiyyətin üçü də böyük olur. Bəs yaxşı, digər kəmiyyətlər necə olur? Dəyişmir. Tezlikdir, perioddur, omeqadır. Bunların heç biri neyniyir? Dəyişmir. Məsələn, ola bilər ki, A və B nöqtəsindəki tezliyi sizdən müqayisəsini soruşar, dəyişmir. Məsələn, nisbətini soruşsa 1 deyəcəksiniz. Ona diqqət eləyin, yaxşımı? Sonra indi keçirik qarşıda ötürməyə. Qarşıda ötürmədə biraz qarışıqdır, disk çət asandır. Qarşıda ötürmədə görək nə var. Qarşıda ötürmədə 2 dənə kəmiyyət var ki, bu kəmiyyətlər dəyişmir. Hər yerdə eynidir. Sürətlə yox. Bəli, V ilə L-dır. V ilə L-dır. İndi sürət və yol niyə dəyişmir? Gəlin ona baxaq. Bunu bir velosiped kimi düşünək. Velosipedin ön təkəri 10 metr yol gedibsə, arxa təkəri ola bilər ki, 6 metr getsin. Mümkün deyil də, məcbur da onu eyni qədər gediblərsə, deməli eyni qədər yol gedəcəklər. Və yaxud da bir xəyal eləyin, elə düşünün, ola bilərmi ki, velosipedin ön təkərinin sürəti 60 olsun, arxa təkərinin sürəti 20 olsun. Mümkün deyil elə bir şey. Yox. Ona görə bu iki kəmiyyət dəyişmir. Sonra bir dənə yeganə bir kəmiyyət var ki, o radiusla düz asılıdır. Hansı kəmiyyətdir o? Period. Period məsələn A nöqtəsində daha böyük olar, B nöqtəsində desək A-nı götürəsiniz. Çünki radiusla düz asılıdır. Ondan qalan digər kəmiyyətlər təcildir, tezlikdir, omeqadır. Baxın, bax bu üç kəmiyyətin üçü də radiusla tərs asılıdır. Harda kiçikdirsə radius, orada daha böyükdür. Məsələn, tezliyi müqayisə eləsək, deyərəm ki, B-də böyükdür A-dan. Omeqanı müqayisə eləsək, deyərik ki, B-də böyükdür A-dan. Aha, o şeylərə də diqqət eləyin. Gəlin indi sualları çevirim. Orada bir-iki dənə də sualın üstündə işləyək, keçək. Zoom əgər dediyim kimi atarsa, narahat olmayın, yenidən link atarım. Burada əsas yəni çevrə suallarından. Məsələn, bir də belə bir şey var. Bax, belə yerdə səth gördünüz mü? Yerdə bir dənə səth gördünüz də, hansı ki, yerə dəyibdir. Bax, buradakı nöqtələr verəcək. A nöqtəsi, O nöqtəsi, ya bura B deyək. Gəlin. Baxın, B nöqtəsindəki sürəti yerə görə orta sürət deyəcək. Sıfıra bərabər olur. Yerlə toxunduğu yerdə sürəti sıfır götürəsiniz. Ortada sürəti məsəl üçün deyirəm V götürdüksə, A nöqtəsində radius 2 dəfə artdığı üçün sürət 2V olacaq. Buna da diqqət eləyin. Bax bu xətti, aşağıdakı bu xətti görən kimi onları düzün. 0, V, 2V. Sonra bir də bir şey də deyim, buna da diqqətlə qulaq assaz. Buradan düşəcək bütün sualları rahat şəkildə işləyə bilərsiniz. Nisbi sürət söhbəti var. Nəzərən deyil, məsələn, necə deyək, bir dəqiqə. Bu bizim çevrəmizdir. İndi gəlin çevrəni 4 yerə bölək əvvəlcə. Yola görə nisbi sürət, yer dəyişməyə görə nisbi sürətə gəlin baxaq. Baxın, mənə deyir ki, 4də 1 periodda. 4də 1 period hansıdır? Baxın, budur da. 4də 1 periodda yola görə orta sürətə baxıramsa, nə edəcəm? Ümumi çevrədə yolu necə tapırdım? 2 piyerlə. 2 piyeri böləcəm 4-ə. Axı 4-dən birini götürmüşəm. Onda olacaq piyer bölünsün 2. Bax, onda piyer bölünsün 2-ni. Bax, buradan bura gələnə qədər nə qədər yol gedib? Piyer bölünsün 2 qədər. Sonra 2 radiusda, 2də 1 periodda. 2də 1 period hardadır? Bax, budur. Əgər getdiyi yolu məndən soruşsa, baxın, getdiyi yol nə qədər olacaq? 2 piyeri bölürəm 2-yə, qalır piyer qədər. Sonra deyə bilər ki, 4də 3 periodda. 4də 3 periodda artıq 2 piyeri 4-ə bölüb 3-ə vuracam. 2 piyer 4-ə bölüb 3-ə vuracam. Tam periodda artıq 2 piyer olacaq. İndi gəlin yer dəyişməni buna görə edək. Yer dəyişmə biraz daha maraqlıdır. Diqqət eləyin. Biraz da çalışaq ki, rahat bir qayda tapaq, əzbərləməyək. Baxın, 4də 1 period deyirsə əgər mənə, nə edirəm 4də 1 periodda? Mənə 4də 1 periodda burada yer dəyişməni soruşursa, baxın, 4də 1 varsa və yaxud da T bərabərdir 4-dən 3 varsa, hansı ki 4-dən 3 də gəlir bura qədər. Baxın, onda nə olacaq? Burada bir radius qədərdir, burada bir radiusdur. Bax, bunu da birləşdirəndə mənə nə verəcək?
Aha. Burada bəli, harda bax 4 3 böl 4 yox 4də 1 gördünüzsə, orada kök 2 olan variant axtarın həmişə. Məsələn, nisbi sürəti də soruşsa. Bəli, nisbi sürəti soruşacaq. Düzdür? Kök 2-ni mütləq axtarın. Mütləq şəkildə. Sonra əgər yəni vəziyyətə görə dəyişir. İndi sualı mən gərək suala baxaq, indi onun üstündə baxarıq, qarşımıza çıxarsa onun üstündə hərəkət eləyərik. Məsələn, elə burada suallar var. Gəlin zoom atana qədər nəyə baxarıq, baxarıq da. Sonra məsələn, çevrə üzrə hərəkətdə sizə bir şey deyim. 3 dənə cəmiyyətdir ki, onlar zamandan asılı deyillər. O hansıdır? Mütləq bax bunu qeyd eləyin. Aha, period, omega və tezlik. Bax bu 3 cəmiyyət zamandan asılı deyil müəllimlər. Bunu mütləq şəkildə bir qeyd götürün. Əgər qrafik asılılığı olsun və yaxud da məsələn deyəcək ki, zaman 2 dəfə artanda period neyniyər? Onları asılı götürmürük. Baxıram 8-ci suala. Baxın, 8-ci sualda məndən 4də 1 periodda yer dəyişməni soruşur. Onda neyniyəcəm? Kök altını axtaracam. Baxın, 4də 3 periodda yer dəyişməni soruşur. Neyniyəcəm? Kök altını axtaracam. Aha. Bəli. Yaxşı, çevrədə ən böyük yer dəyişməni hansı zaman anında eləyir, kim deyər? Bəli. Yarım period gedəndə. Yarım period gedəndə, baxın, gördünüz, 2 yer olur. Ən böyük yer dəyişməni yarım periodda alır. Bəs ən kiçik yer dəyişməni nə zaman alır? Tam periodda. Sonra bizə sual verə bilər. Sual verə bilər. Asıllıqları soruşar. Qrafik olsun və yaxud da adi məsələn deyər filan cəmiyyət 2 dəfə artıb. Məsələn V-nin bir neçə düsturunu tanıyırıq da. Deyək ki, və yaxud da təcildən də gəlin götürək. A bərabərdir. V kvadratı bölünsün R tanıyırıq. Sonra omega kvadratı vurulsun R tanıyırıq. Sonra 4 pi kvadratı R bölünsün T kvadratı tanıyırıq. İndi bunun hansını götürək? Baxın, orada məsələn deyə bilər ki, omeqanın sabit qiymətində. Aha. Əgər omeqanın sabit qiymətində deyirsə, təcillə sürəti düz aslı götürəcəm. Əgər radiusun sabit qiymətində deyirsə, təcillə kvadratik düz aslı götürəcəm. Əgər period varsa işin içində, onda bax radiusda düz. Bax onlara diqqət eləyin ki, görün məndən hansını soruşur. Yəni kör-körənə tez işləməyin ki, düşünmədən işləyərsiz, səhvə gedər birdən.